müəllimlər. Paltaryuyan maşın nə üçün nəzərdə tutulub? Ev təsərrüfatında ən ağır əl əməyi hesab edilən parça məmulatların, yəni ki, çox da yuyulub təmizlənməsi üçün nəzərdə tutulmuş, avtomatlaşdırılmış qurğudur. Burada A variantı. Paltaryuyan maşın necə qurğudur? Avtomatlaşdırılmış B. 3 paltaryuyan neçədən oxuyum müəllimə? 3 oxuyaq ki, 5 dənə. yaxşı lap olsun 5 dənə. Hə? 5 gedək. 3 oxuyaq. 5 hamıda çatdırmır. Yaxşı, 3 gedin müəllimlər. Paltaryuyan maşınların hansı növləri var? Yarım avtomat və avtomatlaşdırılmış. Oxudum 3 dənə. Hamısı müəllim. Hamısı var. Hə, burada Avtomatlaşdırılmış pnevmatik, yox, pnevmatik obrisi indi sualda qaçdı. Yox. Avtomatlaşdırılmış hamısı. Kiçik ölçülü, yarım avtomat, avtomatlaşdırılmış hamısı. İndi mən oxuyuram. Müxtəlif maşın və mexanizmlərin silindr şəkilli hissəsidir. Bu barabandır. Paltaryuyan maşının üst qapağının altında hansı hissəsi yerləşir? Burada deməli elektrik qapaqları bloku yerləşir. Paltaryuyan maşında sənin yerini təsbit etmək üçün ona hansı qurğu birləşdirir? Bu da əks ağırlıq. Bəli. A variantı. Saçdı müəllim. Paltaryuyan maşında yaylar nəyə xidmət edir? Paltaryuyan maşınının fırlanma nəticəsində yaranan titrəyişi sabitləşdirmək üçün. Bəli. Yoxsa işin Yox, titrəməni, o titrəməni saxlamaq üçün o hər tərəfdən yayla asılıbdır da, ortadan belə deyək. Paltaryuyan maşında qızdırıcı element nəyə xidmət edir? Suyu lazımi istilik həddə qədər qızdırır. B variantı. Paltaryuyan maşının növlərini uyğunlaşdırın. Bir dəqiqə qaldırım. Bu elə bayaq siz atdığınızdandır. Bəli. Deməli, kiçik ölçülü B variantı. Elə deyilmi? Bəli, kiçik ölçülü PM. 1B. Aha. Burada elə 2C. Hara gəlib düşür bunu? B variantına gəlir dəsin. Yox. Bax, 2 deməli əl sıxma varsa Ə-ni götürəcək, EPM-i. B variantı. Bəli, C variantı. Bəli. Sevda müəllimə. Sevda müəllimə. Axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyir müəllimə. Hansı növ paltaryuyan maşınlarda paltarı sıxmaq üçün qurğu yoxdur? Bu EPM-dir yoxsa YPM-dir müəllim? Sadəcə PM. PM yazdı. Hansı növ paltaryuyan maşınlarda sıxma qurğusu əl ilə hərəkətə gətirilir? Bu əl varsa əl olanı götürəcək də EPM-i. EPM yaxşı. YPM növ paltaryuyan maşınlar necə icra olunur? Bu növ maşınlarda yuma saxlama əməliyyatları mexanikiləşdirilmişdir. Deməli, bu növ maşınlarda sıxma elektrik mühərriki vasitəsilə hərəkətə gətirilən qurğu ilə icra olunur. B variantı. B variantı. Yaxşı. İndi Sədaqət müəllimə. Bunları siz qoşulmamışdınız, yəni o qrupa sizə çətin gəldi bu gün. Yox, müəllim, nə qədər istədim qoşulam, inanın vaxt edə bilmədim. Bu EPM, YPM-lər məni çaşdırır. Ona baxarsınız o müəllimə atan vərəqə. Baxaram. Hökmən baxmalıyım. Neçədə qaldınız? 13-də müəllimə, 13-də. Sevda müəllimə 13-də qaldı. Sıxma qurğusu əl ilə hərəkətə gətirilir. Olacaq deməli EPM. Sonra PM paltaryuyan maşınlarda hansı əməliyyatlar mexanikiləşdirilmişdir? Deməli yuma və sıxma. Düzdür? Bircə dəqiqə. Bax, deməli 13-də dedik ki, birinci nə oldu? Bu növ maşınlarda paltarı sıxmaq üçün qurğu yoxdur. Qurğu olmayan hansı oldu? PM. İndi baxırıq. Bax, deyir ki, bu növ maşınlarda sıxma elektrik mühərriki vasitəsilə hərəkətə gətirilən qurğu ilə icra olunur.
bayaqların bunu biz müəlliməyə də dedi də YPM. Yarım. Yuma, yaxalama və sıxma. Ay sağ ol. Yuma, yaxalama və sıxma bir variant. Bəli. Sonra hansı növ maşınlarda yalnız yuma və yaxalama əməliyyatları mexanikləşdirilmişdir? Yuma və sıxma əməliyyatları o deməli olacaq avtomatlaşdırılmış. Yalnız yuma və yaxalama varsa, sıxma da yoxdur da. Hansı neçənci test oxudunuz ay müəllim? PM-dir, 15. 15-də PM-dir. Bax, PM. yalnız yuma və yaxalama varsa, deməli o sadəsidir da PM. ölçülü. Bəli. İndi Hansı? yoxsa oxuyun, Sədaqət müəllimə idi. Mən yenə qarışdırdım növbəni. Hansı metrə batarya maşın quruluşuna aiddir? Deməli, burada boşaltma nasosu. Yox, var orada. Yox, var, aşağıda o uzun var, beləcə şınav. Kapilyar boru. Kapilyar boru. Kapilyar. Hardaydı kapilyar boru? Hə, yox. Hansındaydı? O deməli soyuducuda. Soyuducuda. Bax, boşaltma şlanqı o aşağıda biz qapaq açırıq təmizləmək üçün içini. Bax, orada nazik bir şlanq var. Bataryanın o filtri deyir ora. Filtr gedir, amma kitabda boş. Biz filtr deyirik, əslində o boşaltma nasosudur. Orada da xırda bir boru var ki, onun vasitəsilə biz buraxsaq onun suyunda, su axır biz onu açanda. O yekə şeyini vurub açanda. Oradan buraxsaq pola su tökülməz, altına qab qoyuruq. Həmin o şeydir. 17-də oxuyuram. Oxuyun bəli. Batarya maşının barabanı neçə iş rejimində işləyir? 2. 18. Müasir batarya maşınlar dəqiqədə neçə dövr ilə işləmə sürətinə malikdir? 2000 dövr. D variantı. Paltaryan maşın barabanı hansı iş rejimində işləyir? Burada yuma və sıxma. A variantı. Bəli. Neçədən 3-dən oxudum? Bəli, 17. İndi Ramil müəllim davam eləsin. Fırlanma momentinin elektrik mühərrikinin valından barabanın valına ötürülməsinin neçə üsulu mövcuddur? Burada 2 üsul mövcuddur. Ötürülmənin ənənəvi üsulu hansıdır? Ənənəvi üsul qayış ötürməsidir. Fırlanma momentinin elektrik mühərrikinin valından barabanın valına ötürülməsinin ən mükəmməl üsulu hansı üsuldur? Burada birbaşa intiqal üsuludur. D variantı. Fırlanma momentinin elektrik Yox. fırlanma moment Bax, şeydə nətər idi? İnteqralda birbaşa oxa giydirilmiş də barabanın oxuna. Amma burada nədir? Elektrik mühərrikinin valından barabanın valına ötürülmə. Uzun icra olunursa, burada biz nəyə götürəcəyik ay Ramil müəllim? Qayışı. Ondan bir ötürməsi hansı üsul mövcuddur? Ondan barabanın valına. 21 nətər, başqa bir dəqiqə baxım. Fırlanma momenti elektrik mühərrikinin valından barabanın valına ötürülməsinin ən mükəmməl üsulu. Ən mükəmməl üsul müəllim birbaşa intiqal etdi. Bəli, intiqal idi. Bəli. Biz demişdik ki, 2 dənə üsul var da. Qayış ötürməsidir. Bir də var birbaşa integral. Nəyə görə qayış ötürməsi, yəni deyirdik ki, mükəmməl deyil? Çünki səs verirdi, işığa qənaət eləmirdi. Həm də qayış da yeyilirdi. O vaxtın paltar yuyan maşınları biraz çox işləyən kimi qayışı yeyilirdi. Onu tərsinə çevirib qayışını dəyişirdilər də. Bununla bağlı, yəni birbaşa integralda birbaş barabanın oxuna giydirildiyi üçün həmin o ötürmədə ona görə onda yeyilmə olmur, qayış olmadı. Həm də səsi az olur, titrəyişi az olur, enerjiyə qənaət eləyir. Neçənci testdə qaldıq? 22-də də 23 siz deyəndə 23. 23 oxuyum mu? Oxuyun müəllimə. Fırlanma momentinin elektrik mühərrikinin valından barabanın valına ötürülməsinin hansı üsulları mövcuddur? Qayış ötürməsi, birbaşa intiqal. Bəli, 2 dənə. Bəli. Səviyyə releysinin funksiyası nədir? Onu yuyulan paltarın miqdarından asılı olaraq çənə yığılan suya nəzarət edir. D variantı. Bəli. Paltaryan maşında boşalma nasosu hansı funksiyanı yerinə yetirir? Çənə yığılan suya nəzarət edir.
Bir də barabanın fırlanma nəticəsində yaranan titreşim yox. Bu kimi. Yox, bax. O deyil. Suyun axıdılması. Suyun Axıdılması Suyun axıdılmasını bir də çox paraşok olarsa o təkrar istifadəyə verir ki, o paraşok həll olsun da suda. İkisi. Neçə oldu? Deməli 1, 2 oldu, bir də 4. 2, 4. Bəli. 2, 4 C variantı. Sevda müəllimə, 26-dan indi siz başlayın. Paltarlayan maşının işi nə vasitəsilə tənzimlənir? İdarəetmə lövhəsi vasitəsilə. Bu üsulun yüksək səs, elektrik enerjisinin israfı və sürtünmədən qarşı tez-tez yeyilib sıradan çıxması kimi nöqsanları var. Bu üsulun qayış ötürməsi, ənənəvi üsul qayış Bax, ötürməsi. qayış varsa birbaş götürürsüz qayış ötürməz. Çünki o birisində qayış yoxdur. İnteqralda qayış yoxdur. Orada o ötürmə barabanın oxuna giydirilibdir. O cümlə varsa onu integral götürürsüz. Bəli. Avtomatlaşdırılmış paltarlayan maşının quruluşunu müəyyən edin. Elektrik qapaqları bloku, idarəetmə lövhəsi, səviyyə yerləsi çən 1, sonra çənin asılma yayı, elektrik mənbəyi şnuru, boşaltma nasos qızdırıcı element 3, qurucu filtr yox. Yuyucu vasitələrin paylaşdırılma bunkeri, boşaltma şılanı, mühərrik 1, 3, 5 olacaq D variantı. Bəli. Davam edeyim müəllimə. 3 dənə oxudunuz müəllimə. İndi Sədaqət müəllimə gətirsin davamını. Deməli, məişət soyuducunun quruluşu və iş prinsipi. İstilik keçirməyən kamerada aşağı temperaturu qoruyub saxlayan bilən qurğudur. Bu olacaq soyuducu. Soyuducular neçə növə ayrılır? 2 növə ayrılır C variantı. Hansı növdə soyuducular olur? Deməli, kompressiyalı, bir də absorpsiyalı. Bax, işləmə prinsipinə görə desəydi, müəllimə, işləmə prinsipinə görə onları götürərik. Amma ümumi növü soruşursa, bir dənə A variantını oxuyun, zəhmət olmasa. Qida məhsullarını saxlamaq üçün deməli, orta temperaturlu kameralar və aşağı temperaturlu dondurucular. Bax, ümumi götürülürsə bu ikisidir. Amma işləmə prinsipidirsə siz deyəndir. İndi Gülcəhrə müəllimə davam edin. İşləmə prinsipinə, İşləmə prinsipinə görə soyuducular hansı növləri var? Bayaq dedik elə. Kompressiyalı, absorpsiyalı, termoelektrik. Soyuducunun qapıları örtülü halda nə ilə sıxılır? Burada nə idi? Tənzimləyici qaydalarla işıqlandırma. Yox, sürgü ilə müəlliməsi. O rezin ki var ha. Ona sürgü deyirlər. Bax, işıqlandırma qurğusu ilə sıxılanmaz. Rəf ayıran var idi, o şeydəydi. O belə bir atda bir şey vardı, o qapaqda olanda, ondaydı. Tənzimləyici dayaq o altında olan dayaqları idi onun, ayaqları deyək də. Amma sürgü o rezin nəzərdə tutulur. Soyuducunun əsas hissəsi hansıdır? Dondurucu aqreqat A variantı. Bəli. Biraz qaldırım Ramil müəllim, ondan sonra başlayın 7-dən. Dondurucu aqreqat neçə əsas hissədən ibarətdir? Dondurucu aqreqat 3. Bəli, 3 idi də. 2-2, 1-1 kimi götürmüşdük. Bəli. Kondensator, buxarlandırıcı, kompressordan ibarətdir. 9. O soyuducunun əsas hissəsini işlək kamerasını soyudur. Bu dondurucu aqreqat. D variantı. Freon nədir? Mayenin qazın buxarın təzyiqin yox. Bax, bu sual müəllimlər. Saçdı müəllimə. Bax, bu sual çox vaxtı miqə düşür. Əsas düşən sual budur. Bax, bunu yadınızdan çıxartmayın. Örüb-çörüb salırlar. Bu əslində bilmirəm, imkansız deyil bir ki, səhv getdim. Birdən birin çaşır adamda, düzdür. Freon hansı funksiyanı daşıyır?
deməli, istilik keçirməyən kameralar temperaturu yox. Hər bir durum ayı kimi o qaynama vəziyyətində ətraflı istiliyi özünə çəkir və Bəli. əksəriyyət Qazlar kimi müəyyən təzyiq müəyyən təzyiq və temperaturda kondensasiya edir. C variantı. Hansı dondurucu aqreqatın quruluşuna aid deyil? Dondurucu kondensator quruluşu filtr mühərrik boşaldıcı şlanq. D variantı. Boşaldıcı şlanqı harda görmüşdük ay saçlı müəllimə? O Pasaryan Bax, paltaryandakı o maşınıdır. nazik şnura oxşayan o boşaldıcı şlanqdır. Amma ki, C'dəki, soyuducudakı kapilyar boruda o nazik şnur var, arxa hissədə olan. Bax, onları qatışdırmayın. İndi kimə çatdı növbə? Sevda müəllimə sizsiz, eləmi? Sevda müəllimə. Bəli, müəllim. 13. Dondurucu aqreqatın iş prinsipinin ardıcıllığını təyin edin. Deməli, mühərrik kompresor freonun buxarlandırıcıdan çəkir. Onları kondensatora ötürür. Birinci işi olacaq. Aha. Sonra kondensatorda freonun buxarı soyuyur və mayeyə çevrilir. Sonra durum maye halında freon qurutma kanalı, filtr, kapilyar boru kəməri vasitəsilə buxarlandırıcıya daxil olur. Deməli, 2, 1, 4, 3. Freon buxar 2, 1, 4, 3. 2, 1, 4, 3. Axırda buxarlandırıcı daxil olaraq təzyiq, qaynama təzyiqinə qədər düşür. Sonda olan odur. Bəli, kompresor nədir? Havanı, buxarı, bir də qazları sıxmaq üçün qurğudur. A variantı. Kondensatorla, bircə dəqiqə, kondensatorla kompresoru qarışdırmayın. Bax, sı varsa, kompresorda sı varsa, yadınızda qalsın ki, o sıxmaq üçündür. Kompresorunda sısı var, sıxmaqda da sı var, düzdür? Elə uyğunlaşdırın, yadınızda saxlayın. Bəli. Dondurucu aqreqatın hissələrinin ardıcıllığını müəyyən edin. Deməli, hissələrinin ardıcıllığı. Birinci kondensator idi, sonra kapilyar boruydu. Aha. Kapilyar boru, mühərrik kompresor, buxarlandırıcı. Bəli, sonra? Quruducu filtr, altı axırıncı geriyə qaytaran boru olmalıydı. Ən axırda da geriyə qaytaran boru. Deməli, D variantı. kondensatorla başlayır, geriyə qaytaran boru ilə qurtarır. Boru ilə 6 dənə funksiyası vardı, bəli. Bəli. Satır 2 qap. İndi növbə bitdiyiniz. Mənəm də. Oxuyum mən. İndi növbə çatdı Sədaqət müəlliməyə. Biraz qaldırın müəllimə. Drosterləşdirmə nədir? Drosterləşdirmə mayenin qazın, buxarın, təzyiqin və işlənməsinin nizama salınması. Sonra 17-ci freon buxarlandıqca daxil olarkən onun təzyiqi kondensasiya təzyiqindən tərəfucu oxumaq Proseslə adlanır. Proseslə adlanır. Deməli, drosterləşdirmə yenə. Aha. Sonra yanğından mühafizə məqsədi soyuducuda gücü neçə vattdan olacaq? 15 vattdan çox. Deməli, B variantı. Ən çox yayılan hansı deməli donduruculardır? Bu olacaq kompressiyalı dondurucular. İndi Gülcöhrə müəllimə, siz davam edin 20-dən. Hansı məişət soyuducusunun hissələrinə aid deyil? Aralıq qutu, temperatur tənzimləyicisi var. Demək, məişət hissələrinə aralıq qutu, temperatur tənzimləyicisi, işıqlandırma qurğusu, çevrilən rəf, tənzimləyici dayaqlar, çəpərli rəf, buxarlandırıcı tor, elektrik mühərriki. Buraxıcı tor, elektrik mühərriki. Buraxıcı tor, elektrik mühərriki. Buraxıcı tor. Belə aralıq qutu, temperatur tənzimləyici. D variantı. D variantı. Bax, buraxıcı tor, səhv eləmirəmsə, toz soğurandaydı onlar. Bəli. 21 soyuducunun arxa divarında yerləşdirilir. Arxa divarında soyuducu aqreqat,
Bəli. Dondurucu aqreqat. Dondurucu aqreqatın quruluşu hansı bənddə düzgün verilmişdir? Burada kondensator, kapillər boru, mühərrik kompresor, buxarlandırıcı, Quruducu filtr. quruducu filtr, generatorun Geri qaytaran. neydi? Qaytaran Geri boru. qaytaran boru. Bir dənə Yəni orada burada tənzimləyici ardıcıl dayaqları salırıq da ora. Qalan hamısı ardıcıllıqla gedir elə. Variant olaraq hansı idi orada bir dənə 5 olmayan? C variantı. C variantı. Burada 5 yoxdur. Hə. Sonra hansı? Məişət oranının quruluşu. Hə, başlayın. Məişət müəllim. tostu oranının təyinatı nədir? Mənzildə, ofislərdə, sinif və auditoriyalarda, kafe restoranlarda tullantıların tozun yığılması üçün nəzərdə tutulmuşdur. Tost oranın bir dəfə üçün davamlı iş rejimi nə qədər olmalıdır? 30-40 dəqiqə. Tost oran nədir? Tullantıların sorub təmizləmək üçün qurğudur. Hava kütləsi vasitəsilə B variantı. Bəli. Saçdı müəllimə. Tosoranların quruluşuna əsasən tosoranları uyğunlaşdırın. Tozluqlarının quruluşuna əsasən tosoranları uyğunlaşdırın. Bu tosoranları təmizləmə zamanı tozu, çirki və başqa xırda hissəcikləri süzgəc kisəyə toplayan modellərə aid edirlər. Bu kisəli Kisə varsa elə kisəni götürəcək. Bir C. Aha, bir C. Sonra bu növ tosorun təmizləmə zamanı su olan qabı püskürtmə yolu ilə bu da su süzgəsi tosoran olacaqdır. Yəqin 2B. Bəli. Deməli bir C. Necə? A variantına gəlir. A variantı. Bax, kisə varsa kisəlini götürəcək. Su sözü varsa su süzgəçini götürəcək. Su olanı. Bəli. Bəli. siklon tiplədə də kisə yoxdur. Orada da kisə yoxdur artıq. Yox. Sorulan toz və çirk tosoranın hansı hissəsinə yığılır? Tozluğunda. Aha. Kisəli tosoranlar necə tosoranlardır? Bu növ tozunu təmizləmə yox, gülüm. Bu tosoranlarda toz mərkəzi qaçma qüvvələrinin hesabına hava selindən ayrılır və çıxarıla bilən xüsusi konteynerə yığılır. A variantı. Yox, konteynerə yox. Bax, konteyner ayrı. Bax, bircə dəqiqə qulaq asın, saçlı müəllim. Bax, toz varsa, çirk varsa, başqa xırda hissəcik varsa, bax, bu üç şeyin adını görürsənsə, bunu aid edəcəksən kisəliyə. Bir də kisə sözü varsa, bax, görürsünüz, burada axırda nə deyir? Bax, cümlənin axırına baxaq. Görürsünüz, deyir ki, bütün bunlar hara yığıldı? Kisəyə. Kisəyə. Ona görə onu aid edəcək elə birbaş kisəliyə. Növbə kimdədir? Sevda müəllimədədir. Sevda müəllimə. Məişət tosoranının gücü nə qədər olur? 7. Məişət tosoranının gücü nə qədər olur? 2000 wattdan artıq olmur. Məişət tosoranının tullantı yığan kisəsinin tutumu nə qədər olur? Deməli, kisə 1,5, 1,8 kiloqram idi. Bəli. Bu süzgəcli tosoranlar hansı xüsusiyyətlə malikdir? Süzgəcli tosoranlarda təmizlənmə zamanı toz, çirk həm süzgəcli kisəyə, həm də çıxarıla bilən xüsusi konteynerə yığılır. Olmalıdır. Modellər. Bax, 9-da idik da. Deməli, bu növ tosoranlarda təmizləmə havanın su olan qaba püskürdülməsi yolu ilə həyata keçir. Bax, demişdim ki, su süzgəçlidə suyu yadda saxlayırsınız. Su var orada. Bax, su olan qaba. Kisəlidə də deməli nəyə yadda saxlayırıq? Kisə sözünü. Burada C-də müəllimə süzgəcli sözünü əlavə edirlər. O məni çaşdırdı. Həm süzgəcli kisəyə, həm də ki çıxar.
konteynerə. Orada kisə yoxdur suda. Sonra suda kisə yoxdur, bəli, su qabı. Onu da oxuyum mu? Oxuyun. Hansı tozsoranlarda toz mərkəzdən qaçma qüvvələrinin hesabına hava selindən ayrılır və çıxarıla bilən xüsusi konteynerə yığılır. Bu da ki, silikon tipli tozsoranlardır. Aha. İndi biraz yuxarı qaldırım Sədaqət müəllimə, siz davamını gətirin. Oy, lap qalxdı deyəsən. 11-ci sual. Bəli. Aha, nə çox qaldırdınız, hə? Məişət tozsoranlarının deməli turbinlərinin fırlanma periyi 18-22 min 4 dəqiqə A variantı. Sonra tozsoranın ən başlıca elementi filtrdir. Deməli, tozsoranın filtri C variantı. Məişət tozsoranının deməli tullantı yığan kisəsi hansı materialdan hazırlanır? Deməli, tullantı yığan kisəsi parçadan hazırlanır. Sonra siklon tipli tozsoranlar hansı tozsoranlardır? Deməli, bunlar olacaq. Onlarda kisə yoxdur da. Kisə yoxdur. Bu olacaq. Hansıdır bu? Tozun yığılması kisə yoxdur. Hə, budur. Kisəsi Bu yoxdur. tozsoranların tozun yığılması üçün kisə yoxdur. Bəli, C variantı. Gülcöhrə müəllimə, siz davam eləyin 15-dən. Məişət tozsoranı neçə əsas tərkib hissədən ibarətdir? Məişət tozsoranı 3 dənə əsas hissəsi. Məişət tozsoranı əsas tərkib hissələri hansı hissələrdir? Elektrik mühərriki, nasos və filtr. Müasir tozsoranlar hansı əlamətlərə görə fərqlənir? Yığcam və kiçik ölçülü olmaya görə. B variantı. Biraz yuxarı qaldırın. Budur da. Bəli, bəli. Məişət tozsoranı 18'deyik. Tozsoranın iş prinsipi nədən ibarətdir? Deməli, elektrik mühərriki nasosun köməyi ilə tozsoranın şotkası altındakı havanı yox, bu yox. Elektrik mühərriki filtrin köməyi ilə nasosa ötürülür. Tozsoranın soğuduğu zibil filtrdə toplanaraq havaya yox. Filtrin köməyi ilə tozsoranın şotkası seyrəkləşdirir, bu deyil. Bəli, elə odur. Elektrik mühərriki nasos. Elektrik mühərriki neynir? Nasosun köməyi ilə neynir? Şotkanın altındakı o havanı seyrəkləşdirir. Seyrəkləşdirərək o zibili də yığır da içinə. Məncə bu A variantı olmalıdır. Deyil müəllimə. Hava seyrəkləşdirir. O cümlə də elə var orada kitabımızda. İşlər aparılan zaman tozsoranın soğuduğu zibil, toz və çirk harda toplanır? Tozsoranın tozluğunda. Məişət tozsoranı hansı üstünlüyə malikdir? Adətən kiçik ölçülü yığcam olur və mənzildə az yer tutur. Bəli. Saçlı müəllimə davam eləyin 21-dən. Oradasınız saçlı müəllimə. Səsi bağlamışam, özdə oxuyuram. Heç nə olmasın. Tozsoran tozluqları hansı materiallardan olur? Deməli, parçadan, kağızdan, bir də plastikdən. Bəli. Bəli. Kağızdan bir dəfəlikdir. Bax, orada şəkildə vermişdik. Qoy bir də deyim, saçlı müəllimə biraz qəribə soruşdu. Kağızdan olan yadınızda qalsın ki, bir dəfə işlətmək üçün olan idi. Plastik o silikon tipli deyək də. O bir də parçadan olan. Parçadan olanı da bilirik də, hamımız əvvəllər elə idi. Hansı materialdan tozsorun tozluğu yoxdur? Parça var, kağız, taxta. D variantı. Keyfiyyətli filtrlənmə havanın neçə faiz təmizləmə hesab edilir? 99,95%. Bax, orada 2 rəqəm vermişlər. Bir 90 vermişlər, səhv eləmirəmsə. Bir də yox, 95 idimi, 90 idimi? 99. Amma yadınızda qalsın ki, yəni ən böyüyü 100-ə tam yaxın olanı. 0,5% orada toz ola bilər. Onun özü də əslində allergiya yarada bilər. Yəni belə yadınızda saxlayın da neçə faiz tam təmiz hesab olunur. 2 rəqəm verilmişdi. Onun 100-ə ən yaxın olanı hansı oldu? 99,95 olan. %95.
24-ü oxuyur mu Sevda müəllimə yoxsa? Sevda müəllimə davamını Sevda gətirin. Məişət toz-soranın incə təmizləmə filtri hansıdır? İncə təmizləmə filtri. Mühərriki tozdan müdafiə filtri. Sonra məişət toz-soranın Bax, buraxılış incə filtri. təmizləmə. İncə filtri hansı Bəli, idi? orada. Buraxılış filtri. O lap yuxarıda o şnur yığılan o şeyin üstündə olur. Bizdə bir toz soran vardı, onu tez-tez çıxırdı o arxa hissəsi. Biraz xod verən kimi toz soran. Bax, odur. Onda buraxılış Bəli, filtridir. buraxılış filtri, B bəndi. Yaxşı. Məişət toz-soranın sorucu nasosu hərəkətə gətirən hissəsi hansıdır? Sorucu nasosu, şlanqın boğazlığı. Mühərriki tozdan müdafiə Bircə dəqiqə. Şlanqın boğazlığı nətər nasosu hərəkətə gətirər ki? O heç bir funksiyası yoxdur ki, orada sadəcə tərtibat kimi saxlama rolunu oynayır. Mühərrik eləyir. Mühərrik. Bax, nasosu hərəkətə. Bax, biz nə demişdik? Demişdik ki, elektrik mühərriki hərəkətə gətirir də, mexaniki hərəkətə gətirir. Hərəkət sözü varsa mühərriki götürürük. Yaxşımı Sevda müəllimə? Yaxşı müəllimə, hərəkət. Məişət toz-soranın sonuncu nasosu hərəkət edən hissəsi hansıdır? Bunu oxudum. Mühərriki tozdan müdafiə filtridir. Tozdan müdafiə incə təmizləmə filtri olacaq müəllimə. Buraxılış filtri. Yox. Mühərrikin üstündə də var idi o deşiklərdən. Bir də var idi toz-soranın özünün üstündə. Bax, mühərrikin şeyi deyirsə, təmizlənməsi deyirsə, onda mühərrik filtri götürün. 2 dənə filtr var idi orada. Bir toz-soranın özünün, bir də var idi mühərrikin o üstündə xırda-xırda deşiklər göstərmişlər. Şəkli gözünüzün qabağına gətirin. Deməli, bax, mühərrik filtri desə, mühərriki tozdan müdafiə eləyirsə, mühərrikin özünün filtri var. Ona görə C-ni götürəcəyik. Yaxşı. Neçə Sualdır burada. Mühərrik filtri. Bəli, müəllim. 26-dır. Dərsdən sonra bir dənə o şeyə şəkildə baxarsınız. Çünki birdən testdə qabağınıza çıxar, qarışdırarsınız. 2 dənə filtr var toz soranda. Yadınızda qalsın. Biri oldu buraxılış filtri, biri də oldu mühərrikin üstündə də. Mən şəkildə göstərmişdim izahda. Mühərriki tozdan müdafiə filtri, bir də ki